No, it's not Başlıq clickbait biraz title. qəribə səslənə bilər, amma həqiqətən də qarşıdakı bir neçə gün ərzində yeni Bentley Continental GT Speed ilə Azərbaycanın müxtəlif bölgələrini gəzəcək, fərqli yerlərdə toxunan xalçaları toplayıb içəri şəhərdə keçirilən Beynəlxalq Xalça Festivalına aparacağam. İndi baxanda bu sadəcə bir yol hekayəsi kimi görünə bilər. Mən də yolu çıxanda təxminən belə düşünürdüm, amma sonradan anladım ki, bu səfər əslində bunların heç biri haqqında deyil. Mənim üçün yol heç vaxt sadəcə bir yerdən başqa yerə getmək olmayıb. Bəlkə də ona görə ən çox yadımda qalan məkanlar yox, yolun özüdür. Səhər tezdən boş magistrala çıxmaq, şəhərin yavaş-yavaş arxada qalması, pəncərədən görünən mənzərənin hiss etmədən dəyişməsi. Bir neçə saat sonra tamam başqa coğrafiyada olduğunu anlamaq. Yolun xoşuma gələn tərəfi də elə budur. Səni tələsməyə məcbur etmir. Əksinə, ətrafına daha diqqətlə baxmağa imkan yaradır. Evdən çıxıb yola düşməyin öz hissi olur. Xüsusilə də hər şeyin tanış olduğu bir yerdən ayrılırsansa. Hər gün keçdiyin küçələr, eyni yollar, eyni binalar, əvvəlcə heç nə fərqli görünmür. Sonra şəhər arxada qalmağa başlayır. Yol isə qarşıda uzanır. Səfərin başladığını da ən çox həmin an hiss edirsən. Bentley Continental GT Speed bu hissə qəribə dərəcədə uyğun gəlir. Özünü göstərməyə çalışan maşın deyil, bunu ilk kilometrdən hiss edirsən. Gücü kifayət qədərdir, amma bu güc özünü heç vaxt aqressiv şəkildə göstərmir. Lüksdür. Amma insandan uzaq görünən, əlçatmaz təsir bağışlayan lüks deyil. Onu sürdükcə anlayırsan ki, məsələ sürətdə deyil. Məsələ səni yol boyunca müşahidə etməsindədir. Ətrafında dəyişən mənzərələri, şəhərləri, insanları və hekayələri daha rahat hiss etməyinə imkan verməsindədir. Bəlkə də bu maşının ən xoşuma gələn tərəfi elə budur. Diqqəti daim özünə çəkməyə çalışmır. Sadəcə səfərin təbii bir hissəsinə çevrilir. Bir müddət sonra artıq maşın haqqında düşünmürsən. Hara çatacağına da sadəcə sürürsən. Yolun ritmi dəyişir, işıq dəyişir, hava dəyişir, mənzərə dəyişir və sən bütün bunların içində irəliləməyə davam edirsən. İlk dayanacağım Lənkərandadır. Bura Azərbaycanın elə bölgələrindəndir ki, bəzi ənənələr burada sadəcə qorunmur, yaşayır. Xalçaçılıq da onlardan biridir. Bu sənət haqqında çox danışılır, kitablarda yazılır, muzeylərdə nümayiş olunur. Amma onu həqiqətən anlamaq üçün emalatxanaya girmək lazımdır. İnsanların işlədiyi yerə. Azərxalça Azərbaycan xalçaçılıq sənətinin qorunması və inkişafı üçün yaradılıb.
Bu gün şirkətin müxtəlif bölgələrdə fəaliyyət göstərən emalatxanalarında yüzlərlə qadın xalçaçı çalışır. Onların çoxu kəndlərdə yaşayır və bir çoxu bu sənətlə ilk dəfə burada tanış olmayıb. Bu işi uşaqlıqdan görüblər, analarından, nənələrindən, yaxınlarından. Bəzi biliklər kitabdan öyrənilir, bəziləri isə sadəcə baxaraq, yanında oturaraq, illərlə eyni işi görən insanları izləyərək. Xalçaçılıq da belə sənətlərdəndir. Burada ilmələrlə birlikdə yaddaş da ötürülür. Nəsildən nəsilə, bir qadından digərinə. Burada hər şey materialla başlayır. Yun, ipək, təbii boyalar, əsrlərdir istifadə olunan eyni materiallar. Və bu ənənə bugün də yaşayır. Təkcə keçmişi xatırlatdığı üçün yox, bugün də insanların həyatının bir hissəsi olduğu üçün. Azərxalçanın gördüyü iş də məhz budur. Bu sənətin davam etməsi üçün şərait yaratmaq. Onu muzey eksponatına çevirmədən yaşatmaq və hər xalçanın arxasında duran insanlara öz işlərini davam etdirmək imkanı vermək. Bu xalçalardan birini seçəndə əslində təkcə bir əl işi almırsan. Onun arxasında dayanan zəhməti də dəstəkləmiş olursan. Növbəti gün Qubada başlayır. Yolun xarakteri də burada dəyişir. Düz yollar yerini döngələrə verir. Mənzərə dəyişir, hava dəyişir, sürətin özü də başqa məna qazanır. There are moments on this road. Bu yolların bəzi hissələrində maşınla sadəcə hərəkət etmirsən. Yolla ünsiyyət qurmağa başlayırsan, döngədən döngəyə keçirsən, yolun ritmini tutmağa çalışırsan. İstər-istəməz qaza biraz daha çox toxunursan. Tələsmək üçün yox, sadəcə hiss etmək üçün. Bentley'nin xoşuma gələn tərəflərindən biri də məhz budur. Sakit görünən xarakterin altında həmişə başqa bir tərəf hiss olunur. Something underneath. İlk baxışda diqqəti rahatlığı və səssizliyi çəkir. Amma yol dəyişdikcə maşın da özünü başqa cür göstərməyə başlayır. Hələ də eyni təmkin, eyni rahatlıq, amma artıq daxilindəki gücü də hiss edirsən. Özünü aristokrat kimi aparır, amma daxilində tamam başqa xarakter gizlənir. Çox sakit görünən, amma nə qədər güclü olduğunu yaxşı bilən biri kimi. Bu yollar da ona çox yaraşır.
dağların arasından keçir, açıq düzənliklərdən keçir. Bəzən isə elə mənzərələrin içindən keçir ki, maşını da, yolu da unudursan. Sadəcə baxırsan və sürməyə davam edirsən. Bir müddət sonra yolu da geridə qoyuruq. Dağlara qalxdıqca mənzərə dəyişir. Sonra elə bir məqama çatırıq ki, artıq buludlar aşağıda qalır. Sanki bütün səs-küy geridə qalıb. Burada hər şey biraz daha yavaş axır. Biraz daha sakit. Azərxalçanın ustaları artıq iş başındadır. Kimisi yun ayırır, kimisi sap hazırlayır, kimisi növbəti xalça üçün materialları hazırlayır. Bu işlərə baxanda adamın diqqətini ilk növbədə dəqiqlik çəkir. Heç kim tələsmir, amma hər şey öz vaxtında görülür. İllərlə formalaşan vərdişlər hiss olunur. Bir tərəfdə xəmir hazırlanır, quba kətəsi bişirilir, təzə göyərti qoxusu havaya qarışır. Biraz kənarda fəsəli hazırlanır, samavar da asta-asta qaynayır. Bura gələndə sadəcə müşahidəçi olaraq qala bilmirsən. İstər-istəməz insanların arasına qarışırsan, söhbət edirsən, baxırsan, öyrənirsən. Bəzən sadəcə oturub izləyirsən. Burada heç kim heç nə göstərməyə çalışmır. Heç nə nümayiş üçün deyil, hər şey çox təbii görünür. Bəlkə də elə buna görə yadda qalır. Yediyin yeməklər, içdiyin çay, eşitdiyin gülüşlər, buludların üzərindəki o sakitlik, bütün bunlar birlikdə insanın yaddaşında qalır. Və bir müddət sonra anlayırsan ki, bəzi yerlərdən sadəcə keçib getmək olmur. Onlar səninlə qalır. Yol davam etdikcə yeni xalçalar da bizə qoşulur. Fərqli bölgələrdən, fərqli emalatxanalardan, fərqli insanların əllərindən çıxmış xalçalar. Amma hərəsinin öz xarakteri var. Artıq bəzi naxışları tanımağa başlayıram. Bəzi işarələri, bəzi rəngləri. Sanki yol boyu eşitdiyim hekayələr xalçaların üzərində yenidən qarşıma çıxır. Bir müddət sonra istiqamətimizi Sumqayıta çeviririk. Xalçaların yolunda son mərhələlərdən biri burada başlayır. Toxunduqdan sonra görülən işlər. Son düzəlişlər, son toxunuşlar. Burada hər şey xalçanı dəyişmək üçün yox, onu tamamlamaq üçündür. Yuyulur, təmizlənir, formaya salınır, hazır vəziyyətə gətirilir. Bu mərhələyə baxanda insan bir şeyi daha yaxşı anlayır. Bir xalça emalatxanada bitmir. Onun arxasında böyük bir yol dayanır. İlk ilmədən başlayıb son hazırlıq mərhələsinə qədər davam edən uzun bir yol. Azərxalçanın gördüyü iş də bu mərhələləri bir araya gətirməkdir. Xalçanın keçdiyi bütün yolu bir bütövə çevirmək.
Bəlkə də buna görə evə qayıdanda məndə qəribə bir hiss yaranmışdı. Elə bil sadəcə xalça toplamamışdım. Ölkənin müxtəlif yerlərindən kiçik hekayələr də özümlə gətirmişdim. Fərqli insanlardan, fərqli bölgələrdən, fərqli həyatlardan. Və nəhayət yol bizi yenidən Bakıya gətirir. Bu dəfə istiqamət içəri şəhərdir. 100 illərdir insanların gəlib keçdiyi küçələr, daş divarlar, dar keçidlər, tarixin hələ də hiss olunduğu bir məkan. Burada hər şey biraz fərqli görünür. Səfər boyu bizimlə olan xalçalar da artıq son dayanacağına çatıb. Onların yolu burada tamamlanır. Bentley'dən düşürlər, başqa bir tarixin içinə daxil olurlar. Və bir anda yol boyu gördüyünüz hər şey bir yerə toplanmağa başlayır. Lənkəranda gördüyünüz əllər, Qupada dinlədiyimiz hekayələr, dağların üstündə keçirdiyimiz zatlar, bir-birinə bağlı olmayan parçalar kimi görünən bütün o anlar. İndi hamısı eyni mənzərənin içindədir. İnsanlar yaxınlaşır, dayanır, baxırlar, bəzən sadəcə keçib gedirlər, bəzən isə daha diqqətlə baxmaq üçün geri qayıdırlar. Uşaqlar, ailələr, müxtəlif ölkələrdən gələn qonaqlar, hamısı eyni şeyin ətrafında toplaşır. Bir vaxtlar sakit emalatxanalarda başlayan bir sənəti. Getdiyim yerləri görməkdən daha çox həmin yerlərin insanlarda necə yaşadığını hiss etmək. Çünki bəzi səfərlər sadəcə bir nöqtədən başqa bir nöqtəyə aparır. Onlar insana baxdığı şeyləri başqa cür görməyi öyrədir. Yol bitir, amma bəzi hekayələr insanın içində bir ömür yaşamağa davam edir.